Duzun bədənə 7 zərəri. Duz yeməklərin dadını artırır, amma normadan çox istifadə edildikdə bədən üçün səssiz təhlükəyə çevrilir. Mütəxəssislər deyir ki, bir insanın gündəlik duz ehtiyacı cəmi 5 qramdır. Bu isə təxminən bir çay qaşığı edir. Amma təbii ki, çoxumuz bundan qat-qat artıq istifadə edirik. Çox duz istifadəsinin 7 zərəri. Təzyiqin yüksəlməsi. Artıq duz bədəndə suyu saxlayır və qan təzyiqini qaldırır. Ürək xəstəlikləri. Təzyiq artdıqca ürək daha çox işləyir və bu da infarkt riskini artırır. Böyrəklərin zədələnməsi. Duz böyrəklərin yükünü artırır və daş yaranmasına səbəb ola bilər. Sümüklərin zəifləməsi. Çox duz bədəndə kalsium itkisine gətirib çıxarır. Nəticədə sümüklər kövrəkləşir. Ödem və şişkinlik. Duz orqanizmdə suyun toplanmasına səbəb ola bilər. Bu da bədəndə və üzdə şişkinliyin yaranmasına səbəb ola bilər. Mədə problemləri. Duzun normadan artıq istifadə olunması mədənin selikli qişasını zədələyir və xora riskini artırır. Susuzluq və yorğunluq. Duz bədəni susuzlaşdırır. Bu da yorğunluq və halsızlığa gətirib çıxarır.